Xeyirdə, şərdə qonşular fəal olur. Görürsən, əvvəllər bir yas düşərdi, qonşular idarə edirdi. Heç insan özü xəbər tutmurdu ki, nəyi necə eləyiblər. İndi bəzi kəndlərdə qalıb, amma şəhərdə də var idi bu şey. İndi qonşu anlayışı təəssüflər olsun ki, itir və ona görə həyatın dadı, duzu da qalmır. Bu qərb mədəniyyətinin bizə sirayət eləməsinin nəticəsində hərə öz evinə bağlanır, yaşayır və qapı qonşusundan xəbəri yoxdur. Bu görün nə qədər mühüm xüsusiyyətdir ki, Həzrət Əli təqvalıların xüsusiyyətlərinin içində bunu sadalayır. Qonşular yığılıb görürsən, birinin problemini həll eləyərdi, birinin dərdi var, qonşular pul yığardı, kömək eləyərdi. İndi heç xəbəri yoxdur ki, bilsin problemi də var. Peyğəmbərimiz qonşuları o qədər tapşırırdı ki, sahabələr deyirdi ki, biz o qədər Peyğəmbər qonşunu tapşırdı, elə bildi bizdən irs aparır. Yəni, miras da qoymalıyıq qonşuya. Məsələn, evi satanda dinimiz deyir, müstəhəb də əvvəl gedib qonşuya deyəsən ki, evi satıram, sən almırsan ki, almasa gedib başqalarına təklif eləyəsən. Alışveriş eləyəndə müstəhəbdir ki, adam öz məhəlləsindəki dükandan alışveriş eləsin. Bunlar hamısı dinimizin bizə buyurduğu qaydalardır.